Salam, hər vaxtınız xeyir olsun değerli futbol severler. World Cup Azərbaycan turnirində günün qapanış oyununda daha bir maraqlı qarşıdurma Kolumbiya və Misir milliləri qarşılaşacaq. Artıq oyuncular da bir-biri ilə görüşdülər. Biz də sizə NFL heyətləri təqdim edək. Kolumbiya millisində heyətlər belədir. Kapitan 8 İbrahim, 10 Nurlan, 22 Kamran, 8 Bayram, 10 Aslan, Fedya, Fuad, Mövlud Qalkiper qismindədir. Misir millisində isə heyətlər belədir. Kapitan Murad, Qalkiper 2 Nicat, 3 Amin, 4 Rabil, 5 Mənsur, 6 Ali, 7 İbrahim və oyunun ədalət təmsilçisi Mahir Alfirinov start sitini səsləndirir. Uğurlar arzulayırıq həm Misirə, həm də Kolumbiya millisinə. Məncə bu top Qalkiperi tamamilə ayıltdı. Məncə daha diqqətli olacaq qapısında. Növbə olaraq meydanda mübarizə aparır qırmızılı formada Kolumbiya millisi, rəqibi isə yaşılı formada Misir millisi. Braziliya-İtaliya millilərinin mübarizəsində 4-3 hesabı İtaliya öndə idi. İkinci hissədə isə Braziliya 5-4 hesabı ilə geri dönüş edərək 3 xal aktivlərini yazdırmağı bacardılar. İndi isə daha bir maraqlı qarşıdurma Misir-Kolumbiya qarşıdurması. Baxaq görə bu oyunda necə bir nəticə olacaq. Rabil topu alta yollanır. Yayımıza yeni qatılanlar xoş gəlib səfa gətirmişsiniz, xoş izləmələr. Səhifəmizi hələ də aranızda izləyənlər var. Ekran yuxarısında Haşhaş Sport TV yazısının yanında izləyin, takip et butonu var. Səhifəni izləməyə alaq ki, səhifə açıldıqda, canlı açıldıqda bildirişlər gəlsin sizə. Və bir də yayımı aktiv tutmaq üçün, aktiv etmək üçün yayımı paylaşmağınız və bəyənləriniz çox önəmlidir. İndidən hər birinizə təşəkkürlər. Qaydaq maça. Kamran Quliyev top itirdi. İbrahim gəlişinə qüvvətli zərbə. Səsivən üzərinə yollandı. Kamran. Daha doğrusu Nurlandır bu. Yerər Kamran, Nurlan əkiz qardaşları, səhv salırı çox bənzəyirlər. Bayramın zərbəsinə blok qoyuldu. Out. Fuad sağ-sağlı oynadı. Fetya. Siyakan ötürməsi Bayram yaxşı fırlandı, indirdi zərbəni. Gol! Kolumbiya millisi hesabı açır Bayramla. 3-cü dəqiqədə toplara qovuşur. Kolumbiya 1, Misir 0. Rabil ötürmə keçmir. Fezya. Out. Kamran Quliyev. Bu dəfə bəli, dəqiq tapdıq, Kamranlı idi. Qapısı ilə oynadı, Fuad yenə top Fuadda. Və qayda pozuntusu. Yox, xeyr, sərbəst zərbədir. Təhlükəli oyun. Ünvansız ötürmə meydanı tərk edir, qaptan zərbə. Nicat top oyuna daxil etdi. İbrahim Muraddan səliqəsiz top qəbulu. Amin. İbrahim. Müdafiənin arxasına planlaşdırmış ötürmə. Bir yerləri Ali'nin surətini hesablamamış ötürmə oldu. Fedya. Kapitan Murad təzi göstərir. İleriyə doğru uzun ötürmə. Top həmkarına gəlib çatdı. Rabil. Kobotsə. Bayram. Bayram. Kamran. Kamran Quliyev 2-0 edir hesabı. Kolumbiya millisi Kobotsə əff etmir. Amin.
Murad. Out. Sağsan Harabil. Daha bir out. İbrahimdən təhlükəli zərbə izləyirik. Toxunuşda var. Üçüncüdən zərbə. Yox, xeyr, qaptan zərbə. Şimdi qaptan zərbəyə işarə elədi. Bayram, yaxşı anlı ötürmə, Fecia. O qoyuldu Bayramla zərbəsini. Al. Şamran Quliyevdən yaxın küncə edilmiş zərbə çərçivədən aralı keçir. Rabil. İbrahim. Sözünə Amin. Misir millisində müdafiədən çıxıyor. Sürətli şəkildə irəliləyirlər Amin. Ay. İşte yaxşı alınmalı bu ötürmə. Ötürməsi olsun ha İbrahim. Ali. Amin. Qayda pozulub Fuat tərəfinə Aminə qarşı. İbrahim zərbəsini yerinə yetirəcək. Kamran Quliyev canlı səhdədir. İşarə gəldi, ötürməsini edir Rabil. Qüvvətli sürpə indirir. Qalıq Şüper. Aslında diqqətlidir Mövlud. Feca. Türməsi Hasan Rabil. Daha bir zərbə indirdi, blok qoyulur. Fuat. Kamran. Çox yaxşı tutlar müdafiədən amma indi. Amin onların hücumu qarşısını aldı. İndi əksi sumdadır Misir millisi. Amindən çəkən oturmə Rabil. Rabil zərbə mövqeyi axtarır. İndirdi zərbəni. 50 oyun penalti. Penalti. Hakim penaltinin ötürəsini göstərir. Misir millisi hesabı bərabərləşdirmək üçün əlverişli bir fürsət yaxalayır. Daha doğrusu fərqi bir topa indirmək üçün. Tabloda yenə dəyişikliklər olmayıb. Bir qədər fikrimizi yayındırdı. Vara baxlar. Yox, vara ehtiyac olmadı. Vara ehtiyac olmadı. Vara baxılmayacaq, penalti yerinə yetiriləcək. Və kapitan Murad özü penaltini yerinə yetirəcək. İşarə gəldi. Murad və penalti qaçır. Qaçırdı penaltini Murad. Belə bir fürsət əldən qaçarmı? Qaçarmı belə bir fürsət? Ay qəlbi daş. Belə bir penalti epizodu qaçarmı? Türmə sahasına ha. Kullandı zərbə. Murad. Dayandı Amin. Türmə keçmədi. Faul uzaqlaşdırır. İbrahim, qüvvətli zərbələr var İbrahim, Mövlud, yaxşı refleks alınır, dedim axı o başlayanda maç, o zərbə, o top ki, onun başına tuş gəldi, ayıltdı onu, yaxşı inamlı təsir bağışlayacaq qapısında, özü də yaxşı qapısıdır Mövludun, səhifəni izləməyə alın, yayımlar açılanda xəbəriniz olsun. Fecia. Qalıq Şüper ilə oynadı Mövlud.
Yenidən Fecia. Top qalkiper Mövludda. Kamran. Fecia'nın ötürməsi. Bayram və Nizratdan refleks yaxşı alınır. Fecia. Fuad. Top Kamrana çatır, çətinlikdə də olsa. Out. Kamran. Aslan. Aslan. Blok zərbəyə gəlir. Fuad. İmkan vermədilər zərbə indirməsinə. Alto yollandı top. Qaraçıqlar stadionda keçirilən World Cup Azərbaycan turnirində günün qapanışmasında ilk hissədəyi. Hal-hazırda Kolumbiya millisi 2-0 hesabı ilə öndədir Misirlə mübarizədə. İndi Misirdən hücum həmləsi Amin. Amin aya baxdı, çaya vurdu. Qeyrək zərbə. Fecia. Nurlan. Out. Ama güzel değil. Fuat. Buna. Aşağı sıkı bu. İbrahim. Birbaşa qapı istiqamətində top qaptan rola keçir. Fecia. Dəf olundu Nizat tərəfindən zərbə. Rabil, indi top Amində. Aşağı get. Meydandadır. Aşağı get. Mənsur. Aşağı. Pauza elədi. Rabil var. Rabil ilə qoşuldu hücuma. Baxdı qapıya Rabil. Blok qoyulur zərbəyə. Ali. Out. Rabi, gol! Rabil'dən gəlişinə zərbə, yenə bloklandı. Tez başla, Rabi! Tez başla. Tez elə, nə vaxt edin, düzülür, out mu? Kamran. Out. Top hərəkətdə alt yerinə yetirdi üçün rəqibə təqdim edir. Nurlan sağ yenidən ötürməsi gəlir. Kamran qüvvətli zərbə indirir. Yaxın günc bağlı idi. İbrahim. Out Misirin. Oho, saxladı topu meydanda Amin. İndi out'u yerinə yetirdilər. Misir millisinin oyuncuları daha bir ardıcıl. Out. Amin çəkdi sol ayağına, zərbəsi qapının üzərindən yollandı. İndi top içinə yol verdi Kolumbiya. Refleks yaxşı alınır Mövluddan. Rabil daha bir zərbə indirir, toxunuş var. Korner. İbrahim. Top meydanda saxlamağa bacardı. Fuatdan uzun ötürmə. Amin. Out. Gəlir adam. Sağ znata. Fuat. Out.
Rabil. Rabil və yenə Mevlud. Yaxın gözdə dəf edir. Daha bir zərbə. Mevlud. Dəf edir bir zərbələri. Aslan top meydandan kənarlaşdırdı. Rahat oyna, rahat. Rahat, açıl. Mənsur. Gözəl hərəkətlər ondan. Davam etdirməsi Kamran. Hakim üstünlüyü prinsipi əməl etdi. İbrahim. Vur qapıya. Ali oyna, tələsmə. Ali. Blok qoyular zərbəyə. Out. Aminlə Mənsur ötürmə gəldi. Çay, top üstə. Sən axına top üstə. Günsən zərbə. Amin, çek. Daha bir korner. Ali. Oyna, bir atar, tutar. Alica. Müdafiə arxasına planlaşdırmış ötürmə. Atılan zərbə. Murad. Bu ötürməsi ünvana çatır. İndi Rabil. Qayda pozuldu ona qarşı. Bloklandı zərbə. Nurdan Quliyev. Nurdan. Bayram və son toxunuş elə özündəndir. Rabil. Sizdən daha bir həmlə. Rabil, dəş kürür. Sürətləndi Rabil. Başla zərbə, qapısına diqqət edir. Fezya. Sıx. Kamran. Qaçsın. Sağ da bir ötürmə. Ay bilə. Qapın bunu. Mənsur. Hakim, təlim ver. Gözdən zərbə. Kimə gəldi? Rabil. Qayda pozuldu. Rabil. Ünvansız ötürməsi meydanı tərk etdi. İbrahim. Aslan ötürməsi. Bayram. Qapısı ilə oynadı. Bayram və out. Əllə oyun İbrahimlə. Amin. İbrahim. Bugün olunan gözləntilər çoxdur. Qol gözləntilər var. Həmçinin Amindən də. Amin zərbəni indirir. Top qapıdan aralı keçdi. Gənc heyətə malikdir. Misir millisi.
Hər bir oyuncusu gəncdir. Bayram. Turma Aslana. Daha bir cəld. Fedya! İbrahim blok qoyur ikinci cəhddə də. Kim qalxdır? Heç bir qayda ponusu yoxdur. Pauza etdi Aslan, geriyə çəkilir, yenidən Fedya. Fedya uzaq məsafədən yoxlayır. Nizat qapısına diqqətlidir. Bayram, soruş yok, Kayman Akalı. Kayman soruş Kayman. Aslandan daha bir zərbə, korner. Allah! Nurdan. Geriyə doğru, topu Aslanda. Tamamilə geriyə çəkilir Kolumbiya millisi. Aslan. Türməsi Nurdana. Asla para asla. Sağ saha. Toxunuş var. İbrahim ötürməsində İbrahim toxunuş edir. Korner. Murat, Misir millisi əksüzumdadır. Kapitan, 3-2 gəlir Misir. Murat, Şeyki azlıqda yaxalayarkən niyə ötürmədik? Ali. O qədər qüvvətli zərbələri rahatlıqla tut. Belə zəif zərbəyə bir anlıq top əlindən çıxdı. Mövludun. Ravil sürməsi qapçıya çatdı. Fedya İbrahim yaxşı oldu hücum ve gol 3-0 Kamran Quliyev topu imza atır. Hücum həqiqətən də çox gözəl alındı. Bir-birlərini yaxşı başa düşdülər. 3-cü qola gətirir Kolumbiya millisi. Rabil İbrahim Fedya zərbəsi qapıdan yan keçir. Vara baxılır. 6-cı faul üçün baxılır vara. Və vara baxıldı 6-cı faul üçün, amma yoxdur orada faul epizodu. İlk hissədə son 1 dəqiqə. Kolumbiya 3-0 hesabı ilə öndədir. Rapil Murat İnten Rapil Rapil ve Kamran'dan blok var. Kamran sol sona ötürməsini etdi. Kamran. Və hakim də ilk hissəni yekunlaşdıran fiti səsləndirir. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə hələlik.
Bir də hər vaxtınız xeyir olsun dəyərli futbol severlər. Artıq maçda ikinci hissə start götürür. İlk sənə Kolumbiya millisini 3-0 hesabı üstünlüklə yekunlaşdırdı. Misir millisi ilə mübarizədə baxaq görək. İkinci hissədə Misir millisində geri dönüş həmlələri uğurlu alınacaqmı? İbrahimə qeyri-dəqiq zərbə. Sarı vərəqə Ailin pasivinə meydanda layiq ifadələrinə görə. Nicat. Kamran. Quliyev. Hücum davam edir Kolumbiyadan. Aslanla qüvvətli zərbə və gol 4-0. Birbaşa uzaq altılığa indirilən zərbə tora qovuşur. Murad. Artıq Rabil həm qalkiper həm oyuncu qismində mübarizə aparacaq. Amin. Nurdan. İbrahimdən zərbə Rabil topla. Küməsi sağ sağa. Out. İbrahim. İtaliya-Braziliya mübarizəsində Braziliya 5-4 hesabı ilə qalib gəldi. Türmə yaxşı olundu Feciadan və İbrahim. 50 oyun. Rabildən kobud səhv. Fecia, Rabil öz səhvini sığortaladı. Kamran. Qayda pozulub. Yəni sıra qarşı foul. Rabil zərbəsini yeni yetirir. Daha bir zərbə. Qaydan top. Burakdan zərbə qapını aralı keçir. Kolumbiya millisi topla. Qayda pozulub. Misir millisinin oyuncuları tərəfindən. Out. Murad. Türmə bir qədər səliqəsiz almışdı, amma müdafiədən çıxdı Misir. İbrahim. Türməsi keçmir. Korneri yetirəcək Misir millisi. Sor. Tamamilə geriyə çəkirlər. Rabil qüvvətli zərbə indirir. Lutdan son toxunuş var. Rabil üçün zərbəsi. Əli. Başla zərbə Amindən. O qədər də qüvvətli alınmadı. Nurdan. Top itişinə yol verir. Misir millisi yenidən əksuma çıxa bilər. İbrahim. Top Rabildə. Türməsi keçmir. Kolumbiya topu qazanır. İbrahim. Out'a yollandı top. O
Yoxlanır İbrahimin zərbəsi. Əli. Out. Apar top. Sen ora yok ora. Ora. Sık onu sık. Feca. Sık. İbrahim, yenidən Feca. Sağ saha Kamran. Uzaqlaşdırılır top. Kamran və qayda pozulub. Hal-hazırda Kolumbiya millisi 4-0 hesabı ilə öndədir Misirdə mübarizədə. İkinci hissənin ortalarında ayaq əmri var. Kolumbiya 3 xala çox yaxındır. Mənsur. Türməsi Əliyə. İbrahimin zərbəsinə blok. Daha bir zərbə Rabildən top çərçivədən aralı keçir. Kamran Quliyev. İndirdi zərbəni, Rabil dəf edir. Qapıdan zərbə. Başla zərbə kapitandan top qapının üzərinə yollandı. Kamran Quliyev. Nurdan, sol saha, Feca, aldanmadı Rabil, aldanmadı. Özü irəliyə indi Rabil. Türmə keçmir. Fol. Blok koyulur zərbəyə. Ceyhan oturması olsun ha. Fuat. Və sarı vərəqəsi var idi. Alinin sarı vərəqəsi var idi. Sarı vərəqə. Sarı vərəqə Rabilin pasifini. İbrahim'lə sağ saha. Reyh yaxşı alındı Aslandan. Mənsur. Bayram. Tək toxunuşda ötürmə. Meydanda qalmadı. İbrahim. Geriyə doğru tabi ötürmə. Top altta. Aranızda hələ də səhifəmizi izləməyə almayan izləyicilər, ekranın yuxarısında
izləyin. Takip et butonu var. Tam Haşhaş Sport TV yazısının yanında. Səhifəni izləməyə alın ki, yayımlar açıldıqda hər zaman bildirişlər sizə gələ bilsin. Hazırda Qaraşuq stadionunda keçirilən World Cup Azərbaycan turnirinin qapanış oyunundayıq. Günün qapanış oyununda. Kolumbiya millisi 4-0 hesabı ilə öndədir Misirlə mübarizədə. Kamran Quliyev. Aslan. İndən Kamran önünə doğru. Turma altı yolantı. Murad. Zərbə gəlir və qapı tirindən top meydan tərk etdi. Toxunuş var qapıçıdan da. Rabi. Out. Rabil qüvvətli zərbə. Mövlud imkan vermədi. Mövlud, bəli, başlanğıcda dediyimiz kimi qapısında inamlıdır, toxunmaz da saxladı. Oyun başlayandakı həmin o topun toxunuşu onu ayıltdı. Tamamilə ayıltdı. Qapısında da ayıq sayıqdı tamamilə. Oy oy oy. Adi epizodda ayağın altında qaldı Amin. Zədə alır. Ümidvarı ciddi zədə olmaz. Nurdan. Aslan. Rabil kesit vermir. Top Amində. Birbaşa zərbə indirdi. Rabil üçün, daha doğrusu Mövlud üçün o qədər də çətin olan bir zərbə deyildi. Mənsur. Out Misirin. Əli. Sürməsi Amin. Yenidən Əli. Bir zərbə gəldi. Ötürmə xarakteri daşıyan bir zərbə idi və qalki bir Mövludda. Kamran. Fuat. Turnes keçmir. Kapitan qazandırdı topu Misir üçün. Fol. Rabil daha bir qüvvətli zərbə. Mövlud dəf eləyir. Kamran Quliyev. Keçmədi ötürməsi. Əks hücumda da indi Misir millisi Rabil qapısını tərk edib özü zərbə indirdi, blok qoydu. Aslan. Növbəti əks mühəndəsi. Sağsına ötürmək. Kamran Quliyevdən zərbə qapının üzərinə yollanır. Ali. Aliyə qarşı qayda pozlu. Amin, yenidən Ali. Ali'nin zərbəsi, Mövlud. Yenə ayaq sayıqlı qapısında.
Fedya. Kolumbiya millisinin hücum əmləsi. Fedya sıyrıldı iki rəqibindən. Fedya. İbrahim onun ne edəcəyini oxudu. Korner. Sürməli qarşılanır. Əli. Əks hücumda da Misir. Murad. Murad top itkisi. Əks hücum. Dəfə Kolumbiya əks hücumda və Kamran Quliyev 5-0 edir hesabı. Xətrik gəlir ondan da. Kolumbiya 5. Misir 0. Amin. Top meydanda. Davi ötürmə gəldi. Qaçışı var. Zərbə həmləsi. Vaxtında Mövlud müdaxiləsini edir. Eləmə, şraf eləmə. Əli. Eləmə 5'dir. Uğursuz divar pası. Rafi. Növbəti zərbə Fuad. Toxmuş edir. Hakim. Eşləyə qal. Yenidən İbrahim. İbrahim niyə müdafiədə? Niyə müdafiədə oldu bu gün? Və daha bir gol Bayramdan. 6-0. Son 2 dəqiqə qalmış fərq 6 topa qalxır. Zənnimcə Misir millisi bu nəticədən sonra qrup mərhələsindən play-off mərhələsini adlaya bilməyəcək. Bugün 3 xala qazanması şərt idi. Üç xala qazandıqları təqdirdə qrup mərhələsindən play-offa adlama şansı ola bilərdi. Amma o şansı da qaçırmış oldular. Rabil. Rabil. Tümə qarşılandı. Əks hücum. İbrahim. İbrahim zərbəsi. Adaşı boş qapıdan çıxartdı topu. Ara ötürməsi. Mənsur. Mənsur tavan ötürməsi. Rabi. Qapı tiri. Qapı tirinə qayıtdı top. Heç olmasa bir təsəlli qola. Daha bir zərbə arxa dirəkdən qayıdır top. Uzun, qəşəng. Out. Out. Və beləliklə hakim də final fitini səsləndirir. 6-0 hesabı ilə qalib gələrək Kolumbiya millisi daha bir 3 xal aktivinə yazdırır. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca və gün boyunca sinəməkdim şəxsiniz Heydər Hüseyndir. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.